Əziz izləyicilər, mənim can türküm də durdu. Simitlərimiz də hazırdır. Valla superdir. 13 dənə simit alındı. Qurban olduğum heç kimi axşam çağı evində peşman eləməsin, peşman oturmasın sürfəsinə. Qəşəng də yağlı bozbaş alınıb. Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Gününüz aydın olsun, avand olsun. Qərənfilin mətbəxinə xoş gəlmişsiniz. Bu günləri mən Aytənin xahişı ilə simit bişirəcəm onlar üçün. Saat 11-dir gecə. 2 günlük ödədir. Həm dərs aparmaq üçün, həm də oğlumda iş aparmaq üçün. Mən indi bir-bir tökəcəm. Anonlarımı görəcəksiniz. Bir isyan ilıq sudur. Başı yarım stəkan duru yağ tökəcəm. Biraz yarım oldu. Gətirim biraz çıxıb tökəcəm. Buna bir stəkan süt tökəcəm. Çiğ sütdür. İlıq süt. Bir çay qaşığı duz töküm. Bir çay qaşığı duz tökdüm. 2 xörək qaşığı da maya tökdüm. Balaca paçkalarla 2 paçka da elə bil. Bunu üzünə vuracam. Bir dənə də yumurtadır. 1 xörək qaşığı da pesokdur. Mən bu xörək qaşığım çox dayazdır. Mayamız sallı oldu. Qabına qarışdırıb acıdıb tökmürsən də elə belə elədim. Süt sala da bilərsiniz bu çırpıcı ilə. Yoğuracam xəmiri, bir yarım saat qalacaq. Bulkunu xəmiri kimi də bu eləyə bilərsiniz. İndi bizdə vaxt yoxdur, qaranlıqdır. Bir dəfə elə, bir dəfəmi də düzəldib pişirəcəm. 3 dəfə dalbadal yoğura bilərsiniz. Bulkunun xəmirini 3 dəfə mi yoğurursunuz? İndi apardığı qədər də un tökəcəm. Biraz da yağ tökəcəm, bəği stəkanın başı yarım. 4-5 iskan un aparmalıdır. İndi nə qədər apardı, o qədər də yumuşaq xəmir olmalıdır. Həm ələ yapışmasın çox, həm də yumuşaq olsun ki, bu yumuşaq olsun simitlərimiz. Allah hamımızın sürfəsinə bərəkət versin. Allah dünyamızı salamat eləsin. Yaratdığı bəndələri qurban olma Allahın adına bu unla, çörəklə sınağa çəkməsin. Ya Allahım biraz. Biraz duru oldu, bir istantı tökdüm. Elə hardasa 6 stəkan un gedir. Qəşəng xəmirdir. Bir yarımca saat qalsın, şişsin yaxşı.
Əziz izləyicilər, mənim xəmirim acıyıb. Qəşəng bulqunun xəmiri kimidir. Mən indi xəmirimi atacağım stolun üstünə. Daha bir də o rezin klonkamı sərmirəm. Onun az eləyəcəm elə. Heç un vurmaya da bilərik. Təxmini eləyirəm, mən qramlara bölə bilmirəm. Ona vaxtımız da yoxdur, vallahi saat 12-dir. Cəmaət 40-cı yuxusundadır. Biraz elə bir yekun. Bunları da mən kündəyə eləməyəcəm, kündə. Bunu belə eləyirəm ki, indi birazdan o uzadacağım. Onda rahat olsun da xəmir qırılmasın. Mən indi bir-bir düzəldib yığıram. Mən indi onu doşablı suyunu düzəldirəm. Tut doşabıdır bu.
2-3 qaşıq turşu. Biraz da bir yarım sıçan kimi de elə yarım sıçan da su tökdüm. Küncütün siz qoğura da bilərsiniz. Mən qoğurmadım. Qoğuranda sonra tufovkada da yanır, qapqara olur simitlər. Yağla deyirəm. Mən tufovkanın tavalarında yağlamışam. Bismillah. İndi əlim batacaq mən. Allah hamımızın sürfəsinə bərəkət versin. Qışın günüdür. İndi daşdan yumşaq nə bişirsiniz, uşaqlar yeyəcəklər. Nəinki uşaqlarda öydə uşaqlı böylü hamımız yeyəcəyiz. Elə biz hamısını qutarınca bu da özünü toparlayacaq, tutacaq. Bundan bir 10 dəqiqədə düzəldəndən sonra 10 dəqiqə qalsın. Xəmir acımışını itirib də o bərpa eləsin, qoyun bişsin. Mən tufovkamı qoşmuşam. Hardasa 15 dəqiqə keçsi də elə. Mən bunları düzəltincəm. Bunu elə qıpcaq kimi elədim ki, bir dənə qalmasın. 13 dənə oldu. Qopmaq istəyirəm. Sağ olsun, Can Türk bizə icazə verib işimizi görməyə. İndi pişsin, göstərəcəm sizə. Aparıb qoyuram tufovkaya, əziz izləyicilər. Qoyalım, yıxalayım. Tufovkamı da qızdırmışam. Hər tufovkanın da bir istilik dərəcəsi var. Biz elə çörək pişirdiyimiz kimidir, deyəsən 280-dir. Bir 10-15 dəqiqədə pişəcək. Əziz izləyicilər, mənim Can Türküm də durdu. Simitlərimiz də hazırdır. Valla superdir. 13 dənə simit alındı. Uşaqlar 2 gün yiyəcəklər. Allah hamımızın sürfəsinə bərəkət versin. Balalarınızın, evdəkilərin üzünü ağ eləyəcək, ruzunu versin sizə. Qurban olum Allaha. Hamının halal sürfəsinə bərəkət versin, biz də içində. Allah dünyamızı salamat eləsin. İndi qışdan çıxırıq, şükür Allaha, yazımız uğurlu gəlsin. Cavanlarımıza uğur gətirsin, oxuyanlarımıza, əsgər gedənlərimizə, toy eləyənlərimizə. Allah hamısına bol ruzi, can sağlığı nəsib eləsin. Peşman eləməsin heç kimi çəkdiyi, istədiyi, getdiyi yolda.
Bu da mənim can türküm. Burada bilmir, ayağı da qaçırıq işte. Uy, bismillah. Nənələrə salam elə, çəksə qoyaq yerə düşəcəksən dərimdən gir. Uy, durmursan. Hə, durma, belə dur, bax da nənələrə bax. Allah evində olmayanlara da versin, mənim can türkümlər. Allah dünyanızı salamat eləsin. Siz də pişirin, yerin nuş olsun. Abunə olmağı da unutmayın. Nənə qıbanım, amma bax. Baxmırsan, küstün məndən. Bax. Nənələrə bir yalan belə, bir səs çıxar. İndi bir-iki gündə yalandan əruri səslər çıxardır. Olmaz. Aşkım. Mən şamaqlı balaşıyam, decinə. Allah arzusunda olanlara da versin. Allah əsgərlərimizi qorusun. Sağ-salamat gəlsinlər inşallah. Hamısının evindən körpə səsi gəlsin. Heç bir cavanımız getdiyi yerdən peşman qayıtmasın ön eşiyinə. Aşkım, oraya bax. Nənələrə salam elə orada. Şalam elə. Eləmirsən. Küsmüsən onlarda. Yunusa salam elə çoxmusa. Qaqasına tövsəndin. Uş. Hə, yonla öl. Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Gününüz aydın olsun, avand olsun. Əziz izləyicilər, orucluq bayramı girdi, qurban olma Allaha. Tutduğunuz orucları Allah Taala qəbul eləsin. Niyyətlərinizi qurban olduğum Allaha orucunuzu qəbul eləyəndə eşitsin, hamımızın balasın, saxlasın. Bu orucluqda edilən dualar əsgərlərimizə də yönəlsin, qurban olma Allahın adına. Mən indi axşama oruc açmaq üçün bozbaş pişirəcəm, qəbirğa bozbaşı. İstəyirəm, çəkim göstərim sizə də. Qəbirğa ətim dondu, xaldenkdən çıxartmışam. Qəbirğalarda balaca dana qəbirğasıdır. Belə biraz köküdür, piyli yerlərini də kəsəcəm biraz. Görünüz kəsə biləcəm. Mən adətən axşamdan qərar verirəm ki, səhər nə pişirəcəm. Valla belə orucluq olduğuna mən çaşıb qalmışam. Bu biraz ekə də elə də qoyacaq. 2-3 nəfərlik bozbaş eləyəcəm. Biraz belə piylərini kəsib götürəcəm. Yemir bizim uşaqlarımız. Sonra ət çəkəndə çəkib qatacam. Dolma zat pişəndə çəkib qatıram. 1 saata da pişəcək. Qoyum qaynasın, kəfim yığım. Bir damcı ətin üstündə piy olsun, uşaqlar yemir. Uşaqlar da körpə deyirlər, 35 yaşlar var. Qızım heç yeməz dünyada. Ayten sağ olsun, seçim eləmir, qaynanasını oxşayıb. Oğlum da yaş keçdikcə yəqin yiyəcək. Biz də cavanlıqda yeməmişik piylətləri. Ətimi yuvacam. Birazdan noxud istədəcəm. Mən bazarlıq eləməyə gedəcəm. Sumqayıta. Mən gəncən xırda xodda qoyacam, pişəcəklər. Suyunu gibi göstereceğim.
soğuq su alırsan, əsasən sümüyə də, tikəti də bişirəndə ki, kət içində bişməsin. Qanı da, ətin qanı içəridə bişməsin. Ya Allah'ım bir adı. Allah Teala hamının qazanına bərəkət versin, qurban olma Allah'ın adına. Qaynasın kətini yığın. Mən ətim qaynara düşür. Uşaq qucağımdaydı, tez söndürdüm, gördüm kəti çıxır. Üzün kətin yığım. Ətin kətin yığmayanda yeməyin suyu bulanıq olur. Nə qədər süzsöy də. Əziz izlədim, mən sümüklərim pişdi, qoydum qırağa. Pişdi deyəndə valla mən gəldim, gördüm Ayten qoyub qırağa. İndi başlayayım yeməyimi hazırlamağa. Soğanı seçmişəm belə, bu tənbəllərin maşınkasındadır. Yağ atıram biraz, yandıraq oxudum, göyərtir. Bir soğana bir damcı duz atıram mən sulu yeməklərdə. Ən axırda götürəcəm yeməyi boşqaba tökməyə. Onda tökürəm bütün istiotun, duzu. Ətləri sudan çıxardım mən. Lap hər pişirmirəm əti. Oxşu yeməkdə də qaynayacaq da biraz. Amma qəşəng pişir. Kəfin də 2-3 dəfəmə yığmışam, suyu da quturudur. Kəfin nə qədər yanında durub yığılsa, ən axırıncı damlalarına qədər ətlər işıqlı olur orada. Sirklənmir də ətlər, bax piylərcə üçün. Məndə də hərdən olur ki, çaşıram, yadımdan çıxır qalır, bir də baxıram ki, aləm qarışıq bilir. Soğanım qoruldu mən. Ətlərimi biraz qorul. Ben biraz tomat vururam. Biraz da vaxt olmaq üçün özüm bağladığım pomidordur. Pomidor tökəcəm atsa. Mən də atsa deyirəm, atçıya əlim verməyirəm. 4 dənə bax beləsinə lavroralis batacağım. Mənə lavroralislə sağ olsun budam təmin edir. Olan həyətində ağac var. Hər il biz bir dənəsin anam verir. Anam da şitil eləyib deyəsən. Ya alır oğlum bu ağac satılan yerlərdə yolun qırağından. Açırıq. Elə qəşəng biraz papıllandıran kimi dananın hansısa açılır, setka yazır, keçir. Birinci onun təpəsindən qopardım, yer. Mən həyətimə bu 25-30 ildə mən lavroralis çəkə bilmirəm. Yetişdirib başa gətirib çatdıra bilmirəm. Hər ildə əkirik. Özümdə lavroralis xəstəsiyəm. Anam verir. İndi 2 ildir də Allaha şükür qudamcıldan gətiririk. Qoruldudur. Ətim çox pişir, lap çox karıştırmayacağım. Kartoflarını elə mən diri-diri atacağım.
Ətin kəstirsən gedəcəksən. Ya Allah'ım biraz. Soğanları biraz elə bir çıqqılları bir çıxan çox qızarım. İndi qaynara düşəcək bu yeməyim. Ona xodun alacağım. Elə noxudun da içinə tökürəm, süzürəm. Suyunu süzdüm, sündü. Noxudu deyil, noxudum. Baxıram ki, içində bir daş oları. Gözümdə yaxşı görməyir. Burada yemək pişirəndə 200 dənə qab çıxardıram mən. Allah hamımızın sürfəsinə bərəkət versin. Şam kimi eləyəcəm. Qaynara düşsün. Biraz da belə yarı xodda qoyacam. Biz 7 binələrimizi eləyib gəlincə orucun sürfəsini Allah qoysa çatdıracam. Mənim bozbaşım hazırdır. Ancaq qəbirğadan pişirdim. Duzunu tökürəm. Mən duzu biraz qorxa tökürəm. Çünki orucunu açıb içəcək. 1-2-3 dəqiqə qaynasın, tökürəm. İstiyotu qaba tökəndə tökəcəksiniz. Mən bozbaşım hazırdır. Bu da 2 isyan yarım uzun düydü. Atca yağda qoğurmuşam. Bu da isyan ərişdə pişirmişdim. Bir dənə listi qalmışdı. O belə doğradım. Tufokada qızartdım. İndi dücü pişir. Dücü biraz gec pişir axı. Bunlar da tökürəm içinə. Elə belə ərişdəlaş deyirlər buna. Bozbaşın yanında yeməyə də elə atca qurur. Tuzunu da tökmüşəm. Bu xəmirdə də tez pişəcək. Ağzını çirk kapatacağım. Dəmə duracaq, daha buna heç nə deyəcəm. Elə dadlı olur ki. Tavamda biraz soğancam da var. İstəsələr o da qızdırıb qoyacam üstünə. İstəməsələr Allah köməklər olsun. Bozbaşım da hazırdır mən. Sağ köşə tökürəm üstünə biraz. Qabı çəkib göstərməyəcəm sizə. Çünki mən düz orucun vaxtıdır. Bu hələ bir 10 dəqiqə, 15 dəqiqə dəqiq duracaq. Bu ilə söhbət öldü. İndi bozbaşımı tökürəm. Ya Allah. Qurban olma Allahın adına. Allah Teala hamının qazancına bərəkət versin. Hamının sürfəsinə bərəkət versin. Qurban olduğum heç kimi axşam çağı evində peşman eləməsin. Peşman oturmasın sürfəsinə. Eşçək də yağlı bozbaş alınıb. Mən kartofları çiftənin də yanında, bozbaşın da yanında həmişə bütöv qoyuram. Belə qəşəng də bişir. Qırmızı kartoflu onun dadı lap ayrıdır. Qəbirğa bozbaşı deyirlər buna. Kişnişlə də şüydün doğranmışıdır. Biraz pul biber tökürəm. İndi yiyən zəhmət çəkib özü qarışdırıb yiyəcəkdə daha ağızlarına da çeynəyə verməyəcək. Bu da qara istiyordu. Seçilmiş qara istiyordu.
Allah hamımızın sürfəsinə bərəkət versin. Pişirin, yün, nuş olsun. Qurban olum Allaha. Bu orucuq ayına qurban olum. Allah əsgərlərimizi qorusun, eşitsin səsimizi, əsgərlərimizi bəd nəzərdən, nə bilim, pis fikirli insanlardan, bir-birinə mehriban olsunlar. Qorusun da Allah Teala onların hamısını qorusun.